Yeni iliniz mübarek. Çok sağ olun. Sizin de yeni iliniz mübarek. Salam everyone, welcome back to Learn Azerbaijan Today. In today's episode, I will talk about some words and phrases in Azerbaijani about New Year. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. Yeni il təbrikləri. Yeni il təbrikləri. It means congratulations about New Year. Yeni iliniz mübarək. Yeni iliniz mübarək. Yeni iliniz mübarək. It means Happy New Year. Happy New Year. Yeni ildə sizə bol-bol xoşbəxtlik arzu edirəm. Yeni ildə sizə bol-bol xoşbəxtlik arzu edirəm. Yeni ildə sizə bol-bol xoşbəxtlik arzu edirəm. It means I wish you lots of happiness in the new year. I wish you lots of happiness in the new year. Yeni iliniz uğurlu olsun. Yeni iliniz uğurlu olsun. Yeni iliniz uğurlu olsun. It means may your new year be successful. May your new year be successful. Yeni il uğur və sevinç gətirsin. Yeni il uğur və sevinç gətirsin. Yeni il uğur və sevinç gətirsin. It means may the new year bring you joy and success. Yeni ildə arzularınız Çin olsun. Yeni ildə arzularınız Çin olsun. Yeni ildə arzularınız Çin olsun. It means may your wishes come true in the new year. May your wishes come true in the new year. Yeni illə bağlı terminlər və sözlər. Yeni illə bağlı terminlər və sözlər. It means some terms about new year or some words about new year. Yeni il. Yeni il. Yeni il. It means new year. New year. Şaxta baba. Şaxta baba. Şaxta baba. Şaxta baba. It means Santa Claus. Santa Claus. Gargız. 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 Gargız is snow maiden. Snow maiden. Şam ağacı. Şam ağacı. Şam ağacı. Şam ağacı. It means Christmas tree. Christmas tree. Yeni il hədiyəsi. Yeni il hədiyəsi. Yeni il hədiyəsi. It means New Year gift. New Year gift. New Year gift. Yeni il bəzəkləri. Yeni il bəzəkləri. Yeni il bəzəkləri. Yeni il bəzəkləri. New Year decorations. New Year decorations. Yeni il süfrəsi. Yeni il süfrəsi. Yeni il süfrəsi. It means New Year table. New Year table. Yeni il tədbirləri. Yeni il tədbirləri. Yeni il tədbirləri is New Year events. New Year events. Ateşfəşanlıq. Ateşfəşanlıq. Ateşfəşanlıq is fireworks. Fireworks. Yeni il musiqisi. Yeni il musiqisi. Yeni il musiqisi. It means New Year music. Yeni il adətləri. Yeni il adətləri. It means some traditions about New Year. Like şam ağacı bəzəmək. Şam ağacı bəzəmək.
Şam ağacı bəzəmək. It means decorating the Christmas tree. Decorating the Christmas tree. Hədiyyələr dəyişmək. Hədiyyələr dəyişmək is exchanging gifts or hədiyyələr vermək. Hədiyyələr vermək, give the gifts. Yeni il arzuları. Yeni il arzuları. Yeni il arzuları is New Year wishes. New Year wishes. Ailə ilə birlikdə yeni il qeyd etmək. Ailə ilə birlikdə yeni il qeyd etmək. Ailə ilə birlikdə yeni il qeyd etmək is celebrating New Year with family. Celebrating New Year with family. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. If you want more tips about Azerbaijan language, don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek and Happy New Year. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about how to order coffee in Azerbaijan. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First one is greeting and starting the order. Like, start politely with a greeting. Salam. Zəhmət olmasa bir Türk qəhvəsi istəyirəm. Salam. Zəhmət olmasa bir Türk qəhvəsi istəyirəm. Salam. Zəhmət olmasa bir Türk qəhvəsi istəyirəm. Means hello. Please, I'd like a Turkish coffee. Hello, please, I'd like a Turkish coffee. And adding sugar preferences. Like, you can specify how sweet you want your coffee. Şekersiz, şekersiz, şekersiz. Şekersiz is without sugar. Az şekerli, az şekerli, az şekerli is with a little sugar. And şekerli, şekerli, şekerli is sweet. Example. Bir cappuccino zəhmət olmasa az şekerli. Bir cappuccino zəhmət olmasa az şekerli. Bir cappuccino zəhmət olmasa az şekerli. It means a cappuccino, please with little sugar. Please with little sugar. Choosing the size. In some cafes, you might need to choose the size. Like kiçik, kiçik, kiçik. Kiçik is small. Orta, orta. Orta is medium. And büyük, büyük. Büyük is large. Example. Bir böyük latte zəhmət olmasa. Bir böyük latte zəhmət olmasa. Bir böyük latte zəhmət olmasa. A large latte, please. A large latte, please. Ordering extras. Like, if you want extras like milk or cream, you can ask. Süd əlavə edə bilərsinizmi? Süd əlavə edə bilərsinizmi? Süd əlavə edə bilərsinizmi? It means, can you add milk? Can you add milk? Or üzərinə qaymaq əlavə edin. Üzərinə qaymaq əlavə edin, zəhmət olmasa. Üzərinə qaymaq əlavə edin, zəhmət olmasa. It means, add cream on top, please. Add
cream on top with final polite phrase. Always thank the barista to keep it polite. Like, çox sağ olun, çox sağ olun, çox sağ olun. You know, it means thank you very much. Minnətdaram, 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 minnətdaram. It means I appreciate it. I appreciate it. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description. Let's apply and see if our lessons are the right fit for you. Don't forget to share, like, and subscribe for more useful learning tips. Sağ olun and görüşərik.